Demək, bu sualda istəyir induktansları, self mutual, sonra karantları, bir də flux density istəyir, birini istəyir. Birinci tapmaq üçün biz müəyyən eləməliyik istiqamətləri. Bizdə deməli self induktanslar və self induktans coilin özü üçün tapılır. L1, L2, L3. Mutual induktans isə iki coil arasında tapılır. Məsələn, 1 ilə 2-ni, 1 ilə 3-ü və 2 ilə 3-ü məsəl üçün belə götürə bilərik. İndi birinci birdən başlayaq. Birin cəryanı belə gəlir bu istiqamətə. Fırlanır yenə belə və yenə belə. 4 barmaq belə gedəndə baş barmaq yuxarı qalxır. Deməli, onun fisi belə qalxacaq. İndi 1 ilə 2-ni müqayisə edək. Və gəlib bunun içindən keçəcək. Bunun içindən keçirsə, baş barmaq aşağı gedəndə 4 barmaq sol tərəfə gedir. Yəni istiqamət belə olmalıdır. Deməli, current bu tərəfə doğru çıxır. Və fırlanıb bu tərəfdən gedir, yəni bu istiqamətə daxil olur. İndi birinci ilə ikinci üçün məsələn işarələyək dot qaydası ilə qaranı bura qoyduq və bunun girişi də buradan oldu. Birinci üçün belə oldu. Məsələn, indi ikinci şərt üçün baxaq. Deməli, 1 ilə 3-ü müqayisə edək. 1 yenə tutaq ki, buradan götürək, bu səfər bunu kvadrat edək. Yenə buradan daxil olsun, fırlansın və gəlib buradan keçsin. Bu cür daxil olursa, baş barmaq bu istiqamətdə olanda 4 barmaq yuxarı baxır. Deməli, burada cəryan yuxarı istiqamətdə axmalıdır. Yuxarı istiqamətdə axması üçün də current buradan daxil olmalı, buradan çıxmalı. Yəni, üz üzərində qoyulduğu kimi. Deməli, kvadrat da buradan qoyacaq. Yəni, bunun da cəryanı birinciyə nəzərən buradan daxil olur. 1 ilə 2-ni, 1 ilə 3-ü müqayisə edək, qaldı 2 ilə 3. İndi yenə gəlin elə bunu buradan daxil edək. Tutaq ki, current buradan daxil olur. Bura 3 bucaqla işarə edək. Current buradan daxil olursa, yenə işarələnən istiqamətdə gedəcək. 4 barmaq belə, baş barmaq aşağı. Bunun flaksı bu istiqamətdə axır. Belə axırsa, üçüncüyə yenə cəryan belədir. Cəryan bu istiqamətdədir, yəni buradan daxil olmalıdır. Bunun üç bucağı burada olacaq. Deməli, qara nöqtələr 1 ilə 2 üçün cəryan istiqamətini göstərir. Kvadrat 1 ilə 3-ü, 3 bucaqsa 2 ilə 3-ü göstərir. Bundan sonra bunların I1, I2 və I3 elektromotivlər üçün, coilların terminalları arasındakı elektromotiv üçün düstur yaza bilərik. Məsələn, yazaq I1. I1 phasor domeində əvvəlcə qoyuruq J, omega mötərizəni açırıq. İndi E1 plus yoxsa minusdur. Baxırıq 1 ilə 2 üçün baxırıq. Baxırıq ki, qara nöqtədir. Qara nöqtədə I də daxil olur, E də nöqtəyə daxil olur, deməli plusdur burada. Və gəlirik, bunun siqnası L1-dir. Öz cəryanı nöqtəyə daxil olur, deməli plusdan olacaq. I1-dir. Daha sonra isə 1 ilə 2-yə baxanda mutual induktans olaraq 2-də də və nə qara nöqtədir. 1 də qaraya daxil olur, 2 də qaraya daxil olur. Hər ikisi də daxil olduğu üçün, hər ikisi daxil olsa və hər ikisi də xarici olsa plusdur. Biri daxil olub, biri xarici olsaydı, çıxsaydı, onda minus qoyardıq. Hər ikisi daxil olur deyə eyni, yəni eyni istiqamətdə deyə plus M1, 2 I2 qoyulur. 1-dirsə 2-ni qoyuruq bura. İndi gəldik 1 ilə 3-ə baxaq. 1 ilə 3-ün işarəsi nə idi? Kvadrat idi. 1 kvadrata daxil olur, 2 də kvadrata, 3 də kvadrata daxil olur. Deməli, plusdır.
plus M1 3 i3 oldu. Keçək məsələn ikinciyə. İkincidə necədir? Nöqtə buradadır. Burada daxil olur, kartla daxil olur, amma eyni sinifə daxil olmur. Burada E ilə kartın sinifi ikisi də nöqtəyə doğru idi. Burada load idi, burada source-dur. Çünki biri daxil olur, amma E daxil olmur. Ona görə qabağına mənfi qoyuruq. Omega açdıq. İndi gəldik i-yə. i2 L2 i2 daxil olur deyə nöqtəyə müsbətdir. Sonra indi baxaq. 2 ilə 1-in hər ikisi nöqtəyə daxil olur. Hər ikisi 2-də 1-də deməli M2 1 mutual inductance da burada plusla olacaq qarıntı. 2-dirsə 1-i qoyuruq. Sonra qaldı nə? 2-nin 1-ə nəzərlədik, 2-nin 3-ə nəzərlədik. Yenə 2 daxil olur. 3 bucağa baxsaq. 2 daxil olur, 3 bucağa 3-ə daxil olur. Deməli plusdur. Deməli 2, 3, i3 olur. Gəldik E3-ə. E3-də deməli burada görürsünüzsə, deməli i bura daxil olur, amma E daxil olmur. Məsələn, burada i də daxil olur deyə plus sayılır. Burada amma i bura daxil olsa da E xaric olur, deməli mənfidir. Omega açdıq. L3 olsun. I daxil olur nöqtəyə, deməli i plusla ona görə burada işarə dəyişmir. Sonra gəlindi bundan buna baxaq. 3-dən 1-ə. 1 də nöqtə daxil olur, 3-ə nöqtə daxil olur, deməli plusdur. Deməli 3, 1, i1, 3. Hansı müqayisə ediciksə, özünü yox, müqayisə edədiyimizi yazırıq. Yəni 3-sə 1 yazırıq. İndi gəlin 3-ü 2 ilə müqayisə eləyək. 3 daxil olur, 2 də daxil olur. Deməli plusdur. M3, 2, i2. Bu 3 dənə equation bunun üçün E-lər üçün, elektromotivlər üçün idi. İndi bunlar üçün ikinci system of equations yaza bilərik. Bu looplar üçün. Bir loop buradadır, bir loop buradadır, bir loop da. Gəlin buradan başlayaq. Deməli, burada E yuxarı gedir. E-nin də plus yuxarıdır, bu da yuxarı gedir. Bura bir dənə loop tətbiq eləsək, bu sırada bir dənə loop tətbiq eləsək, nə olur? E1 bərabər olur E-yə. Sonra gəldik bura. Məsələn, burada necədir? Deməli, i beləsinə axır deyə onun cəryanı belə baxır. Deməli, belə bir dənə loop tətbiq eləsək, deməli, nə olur? E3 bərabər olur i3 vurulsun Z3-ə. Düşdük. Məsələn, bu tərəfə baxaq. Cəryan belə daxil olursa, yeniki belə gedir. Belə bir dənə loop eləsək, E2 çıxılsın Z2 E2 bərabər 0-a, deməli E2 bərabər olacaq E2 vurulsun Z2-yə. Daha sonra deməli bunlar da E-lərə bərabərdir, bunlar da E-lərə bərabərdir. Bunları birləşdirə bilərik. Məsəl üçün E bərabərdir E1 bərabərdir E-yə və E1 bərabərdir bu ifadəyə. Deməli E də bərabərdir bu ifadəyə. Omega L1 vurulsun I1 toplansın M1 2 i2 toplansın M1 3
i3. Sonra bunu e2 için yazabiliriz ve e3 için yazabiliriz. Bunu özünüz yazabilirsiniz. Keçək. İndi bizə lazımdır ki, burada bizə elemləri tapmaq lazımdır. Elemləri tapandan sonra i'ləri tapa bilərik. Elemi tapmağın da yolu odur ki, elin düsturu nə idi? Məsələn, elin düsturu odur ki, n bölünsün r. Məsələn, L1, n1 bölünsün L1'dir. Burada ümumi dövrədə heç bir kəsik yoxdur, continuousdur. Deməli, R'in özü olacaq L FE bölünsün mu0 mu-r s-f-e. Bu şəkildədir. Bir dənə R'miz var. Deməli, L1 bərabərdir n1 bölünsün r'dir. Bir dənə r kimi yazaq. L2 də bərabərdir n2 bölünsün r'dir. L3 də bərabərdir n2 bölünsün r'dir. n1, n2, n3 verilib. Rəqəm olaraq verilir. R'i də buradan bu dəyişənlərin yerinə qoyub r'i tapmaq olur. Bunları birinə böləndə l'lər alınır. L alınandan sonra qalır m-i tapmaq. M-i tapmaq üçün də məsələn m-i bizim burada neçə m var? Deməli m1 2 var, 2 1 var. 1 2 ilə 2 1 eynidir. 1 3 ilə 3 1 eynidir. 2 3 ilə də 3 2 eynidir. Məsələn ta ki 1 2-ni tapmaq üçün bir dənə dövrə çəkib ancaq birinci qoydum generatorunu saxlamaqla. Deməli, çəkib bunu belə. Bu r-dir, dəyişmir. Bunun plası yuxarıdadır. Çünki fi buradan çıxır. Teta 1. Bu da bizim fi'dir, ümumi fi. Burada deməli fi hesab edək, bu fi 1'dir, birincinin fi'sidir və birinci şərtə görə, yəni birinci generatora görə fi 1'in qiymətidir. İndi bizə lazımdır tapmaq fi 2'ni, amma burada eyni xətt üstündə deyə əslində fi 1, fi 2, fi 3 hər şey birbirine bərabərdir. Ona görə də fi 2 elə bərabərdir fi 1'ə, fi 2 də bərabərdir fi 1'in yerinə yaza bilərik n1, fi 1 burada nədir? Teta 1 bölünsün r'dir. Teta 1 özü də n1 vurulsun i1 olduğuna görə bunu belə də yaza bilərik. Bölünsün n1 vurulsun bölünsün r1 voltajı reluctance bölürük, rezistora bölürük və fi'ni alırıq. Karıntı və ya da flux alırıq. Bölürük r-ə. Bunu belə yazandan sonra bir dənə də bizim qaydamız vardı. Necə? M 1 2 vurulsun i m götürək 2 1'i götürək m 2 1'i götürək ki burada i1 yazaq, ikinci rəqəmi yazırıq. i1 yazaq bərabər ol nəyə? Yuxarıdakini götürdü. Fi 2 1 1 2 eynidir. Bizə prosta bu i'lər ixtisar etsin deyə 2 1'i götürək. M2 1 bərabərdir. M2 1 götürmək üçün lambda 2'ni götürürük əslində. Bərabərdir M1 vurulsun 1 bölünsün r-ə. Bunlar gedəndən sonra deməli bu fi 2 vurulsun n2 idi. Fi 2 vurulsun n2 idi. Fi 2'nin yerine bunu yazdıq. Deməli nə qaldı? M2 1 qaldı. N1 vurulsun n2 bölünsün r qaldı. Bu n1 n2 üçün budur.
eyni şey. Məsələn, bu qayda ilə tutaq ki, m tutaq ki, 3 bölgüsü necə olacaq? N1 vurulsun N3 bölünsün R olacaq. Məsələn, M2 üçün nə olacaq? N3 vurulsun N2 bölünsün R olacaq. Deməli, bütün relaktansları da, mutual indaktensları da tapdıq. Bunlar da bizim self indaktanslarımız idi. Bunları tapandan sonra, məsələn, bu tənlikdə LM bilinir, J kompleksdir, omega bilir ki, omega nədir? 2pi F'dir. F'ini də verirlər ya 50 Hz ya 60 Hz. Ondan tapmaq olur. Yerinə qoyuruq. Eyni də bilirik. Eyni şərtdə verir. Qalır bir dənə məhsullarımız I1, I2, I3. 3 dənə məhsul var. 3 dənə məhsul var, 3 dənə tənlik var. Ona görə bu sistem tənliyi həll edərək 3 dənə tənlik həll edərək 3 dənə məhsul tapmaq olur. I1, I2, I3-ləri oradan tapırıq. I1, I2, I3 tapandan sonra da bizim bir dənə qalır B-ni tapmaq. B-nin də düsturu Fi bölünsün S-dir. S verilir. Fi-ni tapmaq üçün də bizə nə lazımdır? Bu koillərin voltajları lazımdır ki, onu elə belə tapaq. Voltaj tapmaq üçün də düstur N vurulsun I-dir. I-lər bilindən sonra voltajları tapa bilərik. Onların sirkütündə quraq. Deməli, burada 3 dənə voltaj var. Bu voltaj, bu voltaj, bu voltaj. Bunun plası buradadır, bunun plası buradadır. Bunun da plası buradadır. Niyə? Çünki burada görünən kimi bunun fisi belə çıxırsa plası yuxarıda olur. Onun bu ikincinin fisi aşağı gedir deyə plası aşağıda olur. Altdakı da soldan çıxır deyə flaksı sol tərəfdə olur. Deməli belə bu şəkildə. Bir də ümumi dövrə də kütlədir deyə bir dənə rezistor bəsdir. Bu voltaj burada və burada götürək bir dənə Fi-ni, ümumi bir dənə Fi. Fi nəyə bərabər olacaq? Superposition tətbiq eləsə hər bir generatoru bölməliyik. Digər ikisini söndürüb birini bölməliyik. Məsələn, bu teta 1-dir, bu teta 3-dür, bu da teta 2-dir. Olacaq nə? Teta 1 bölünsün R, toplansın teta 2 bölünsün R, toplansın teta 3 bölünsün R. Hamısının məxrəci R deyə R aşağıda yazar, yuxarıda bunları toplayırıq. Həm də bateriyalar arasında qoşul deyə toplamaq mümkündür. Toplansın bunlar. O da nəyə bərabərdir? N1 vurulsun I1, I1 toplansın N2 vurulsun I2 toplansın N3 vurulsun I3 bölünsün ara. N'lər verilir, bu arabaya verilmişdi. 3 dənə də i-ni, 3 dənə sistem of equation həll edib tapmaq olurdu. Qaldı B. Bir də nəyə bərabərdir? Artıq Fi-ni bilirik. Fi-ni bölürük S, F-yə. S, F-yə verilir. Fi-ni də özümüz hesablayıb buradan tapırıq. Ondan sonra cavab olmuş olur.